Hamiləlikdə çoxsululuq təhlükəlidirmi? Bugün bu mövzudan danışırıq. Çoxsululuq, yəni dölyanı mayenin miqdarının normadan artıq olması deməkdir. Və ilk növbədə videonun başlanğıcında onu qeyd edim ki, çoxsululuq ayrıca bir diaqnoz deyil və çoxsululuq ayrıca tək başına bir problem deyil və ayrıca da müalicə edilmir. Yəni hamilələr tez-tez sual verir. Həkim, çoxsululuğu necə müalicə etmək olar? Ayrıca çoxsululuq müalicə edilmir. Çoxsululuq, yəni polihidroamnion dediyimiz bu tibbi məsələnin altında müəyyən səbəblər yatır. Yəni çoxsululuğa, dölyanı mayenin miqdarının normadan artıq olmasına gətirən səbəblər yatır. Və bu səbəblər bugün daha sıx rast gəlinən səbəblər hamilələrin diabetidir, yəni gestasyon diabet deyirik buna. Dölün bəzi inkişaf anomaliyaları, yəni döl qüsurlarında rast gəlirik çoxsululuq probleminə. Bəzən infeksiyalara bağlı ola bilir. Bəzi hallarda isə ümumiyyətlə səbəb tapılmır və hamiləlik də normal axıra qədər gedir. Və əgər bir hamilədə çoxsululuq kimi bir problem varsa, qeyd etmək istəyirəm ki, əksər hallarda sadəcə dölyanı mayenin miqdarının bir azacıq normadan artıq olması bir problem yaratmır və panikaya düşmək üçün də səbəb deyil. Hamiləlik əksər hallarda normal şəkildə axıra qədər gedir. Lakin dölyanı mayenin miqdarı həddindən artıq çoxdursa, o zaman erkən doğuş, dölün düzgün yerləşməməsi, göbək cəsinin sallanması və s. kimi risklər artmış olur ki, buna biz az hallarda rast gəlirik. Və çoxsululuq diaqnozu qoyulan hamilələr nə etməlidir? Əgər sizə ultrasəs müayinədə dölyanı mayenin miqdarının normadan artıq olması deyilibsə, sadəcə olaraq düzgün izlənməniz kifayətdir. Həkiminizin dediyi tövsiyələrə vaxtında əməl edin. Lazım gələrsə sıx-sıx ultrasəs müayinədə olun və bu arada bir şey qeyd eləmək istəyirəm ki, sual verirlər tez-tez ki, çox maye içdim deyə çoxsululuq yarandımı? Xeyr. Çox maye içmisiniz deyə dölyanı maye artmaz. Səbəb sizin çoxlu maye qəbul etməniz deyil. Sadəcə olaraq dediyim kimi ultrasəs müayinədə daha tez-tez və sıx-sıx izlənirsiniz və əksər hallarda narahat olmayın, hamiləlik normal şəkildə axıra qədər başa çatdırılır. Və ən əsas məsələ çoxsululuğun altında yatan səbəbləri axtarıb tapmaq və onları hamiləlik müddətində korreksiya etməkdir. Dediyim kimi çoxsululuq ayrıca bir diaqnoz deyil, ayrıca bir problem deyil və çoxsululuq tək başına müalicə edilmir.